Salam, hörmətli tamaşaçılar, xoş gördük sizi. İkilikdə verilişi yenə efirdədir. Bugün mənim qonağım Azərbaycan Respublikasının xalq artisti, mən Özəl Teatrının bədii rəhbəri, aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu Vidadi Həsənov. Vidadi bəy, xoş gördük. Hoş gördük. Necəsiz? Şükür Allah'a, yaxşı. Eşitdim, sizi festivala dəvət ediblər. Bəli, belə bir Türkiyə, Konya Festivalı. O nə səfkili festivaldır, hər il keçirilir, deyəsən. Bu deməli ənənəvi bir festivaldır. İlham müəllim Türkiyənin Konya şəhərində keçirilir və türk dilli dövlət teatrlarının festivalıdır. Dövlət teatrlarını xüsusi qeyd edirəm. Çünki keçən ilə qədər bu festivalda ancaq müxtəlif ölkələrdən, beynəlxalq festivalda, müxtəlif ölkələrdən ancaq dövlət teatrları iştirak edirdilər. Keçən il bu festivalın tarixində ilk dəfə olaraq M Teatr, Mənim Teatrım bu festivalda iştirak elədi. Nəyindən iştirak elədi? Biz orada Stefan Zweig'in məşhur bir novellası əsasında hazırlanmış tamaşanı oynadıq. Yad qadının məktubunu. O məşhur əsəridir. Bəli, çox Onun məşhur əsasında Əjdarol da nəsə yazmışdı, dram teatrı boydu. Xatırlamıram. Bu il isə biz yenə də müxtəlif festivallara öz tamaşalarımızı göndəririk. Yenə Konya festivalına da 5 tamaşamızı göndərmişdik. Onlarsa bu dəfə bizim 2 tamaşanı dəvət eləyiblər. Bu yenə də çox dünya şöhrətli bir romandır. Etel Lilian Voynich'in Ovod romanı əsasında biz tamaşa hazırlamışıq. Baxmışam o tamaşaya, yaxşı tamaşa. Və bir də Slavomir Morozikin Mühacirlərini. Və bizim 2 tamaşanı bu festival üçün seçiblər. İnşallah may ayının 24-ü biz buradan yola düşəcəyik. Bir həftə ərzində bu festivalda iştirak edəcəyik. Neçə nəfərsiz? Ümumi heyətimiz 6 nəfər gedəcək. Bir şey deyim, Vidadi bəy. Bu böyük əsərlərdə Etel Voynich'in Ovodu'da, Stefan Zweig'in də, Morozikin də və s. və ilə ümumiyyətlə siz elə mövzular seçirsiniz ki, əsərlər möhtəşəm monumental əsərlərdir. Amma öz teatrınızın estetikasına, poetikasına uyğun şəkildə onu qısaldırsınız. Bu qısaltmalarda hansı prinsipi əsas götürürsünüz? Əlbəttə çalışırıq ki, bizim teatr çalışır ki, həmişə minimalist üslubda öz işlərini görsün. Yəni bizim həm nə maddi, nə də belə texniki imkanlarımız var ki, belə nəhəng dekorasiya quraq və yaxud işıq effektlərindən texniki imkanlarımız da yoxdur. Bəli. Bu heç bizə lazım da deyil. Çünki mən düşünürəm ki, mənim qənaətim belədir ki, 44 illik teatr təcrübəm mənə deyir ki, artıq vaxtdır teatr aktyora qaytarmaq lazımdır. Teatr aktyordan necə alınıbdır? Baxın, səhnə dolu olur dekorasiya ilə, müxtəlif işıq effektləri, şou xarakterli bir şeylərdə. Bu hələ bizim teatrlarda yeni bir tendensiyadır. Amma Avropaya geçsək görərik ki, teatr artıq o şounu da keçib, artıq bir sirka çevrilibdir. Aktyor da sanki bütün o ifadə vasitələrindən biridir, ən vacibi deyil. Ona görə də bizim teatrda çalışırıq ki, həmişə aktyorlara yönəlik işlər görək. Həm onların heyətimiz də o qədər çox olmadığına görə çalışırıq ki, aktyorlarımız daim müxtəlif səvkili rollar oynasınlar. Bir-birindən fərqli xarakterləri tamaşaçılara nümayiş elətdirsinlər. Üstəlik də əsərlərin özü də çox önəmlidir. Biz öz repertuar planımızı özümüz müəyyənləşdirmirik. 6 aydan bir ildən bir öz tamaşaçılarımızdan sorğu keçiririk. Hansı müəllifləri, hansı əsərləri səhnədə görmək istəyirlər. Onlar da bunu bizə yazırlar. Biz də o siyahının içərisindən çoxluq təşkil edən əsərləri, əgər bu dramaturji material deyilsə, səhnələşdiririk. Əgər dramaturji materialdırsa, onu çalışırıq ki, öz teatrımızın spesifikasına uyğunlaşdırıb hazırlayaq. Qarşılayırsınız da, belə götürsək. Yəni pis mənada yox. Sizin estetik üslubun prinsiplərinə salırsınız bir növ. Kinoda yaxşı bir söz var da, deyirlər ki, sən nə istəsən çəkə bilərsən, amma əgər sənin yaxşı qaçın yoxdursa, öz filmin olmayacaq.
Əlbəttə, teatr da belədir, tamaşa da belədir də və əsər də belədir. Tutaq ki, biz Etel Lilian Voyniçin Ovod romanını səhnələşdirdik və indi biz onu artıq teatrımızda oynadıq və aprelin 20-sində də inşallah uzun müddət idi heç bir Azərbaycan teatrı Heydər Əliyev sarayına tamaşa göstərmirdi. Nəhayət bu arzu olunmaz vəziyyətə son qoyuldu. Vaxtilə göstərilib. Vaxtilə, Akademiya Milli Dram Teatrı təmirdə olanda bir neçə tam. Yəni uzun müddət keçib. Bəli, çox uzun müddət keçib. Bu uzun müddət ərzində bir belə tendensiya yaranmışdı ki, güya heç bir teatr orada tamaşa göstərmir. Və biz nəhayət bu arzu olunmaz vəziyyəti Axı sizin indi o dar səhnədən təxminən bir eni heç 10 metr olmaz. Birdən-birə 6 metrdir. Birdən-birə bu boyda böyük nəhəng səhnədə çətinlik törətməzsə? Deməli, biz öz teatrımızda oynayanda bu tamaşada cəmsi 5 aktyor iştirak edir. Amma Heydər Əliyev sarayında biz bu tamaşanı göstərəndə səhnədə 22 nəfər aktyor olacaq. Deməli, bir növ əl gəzdirirsiniz də tamaşaya? Əlbəttə, bu Heydər Əliyev sarayının səhnəsi möhtəşəmdir, nəhəngdir. 5 nəfər heyətlə orada çox bir iş görmək olmaz. Ona görə bəzi səhnələri biz yenidən düşünmüşük. O səhnələri ki, biz öz teatrımızda bütün heyətimizi cəlb eləyə bilmirdik. Artıq orada bu imkanlar yarandığı üçün teatrımızın bütün heyəti orada iştirak eləyəcək. Trupazda neçə aktyor var ki? Əgər belə ənənəvi qayda ilə desək ki, misal üçün tutaq ki, hansısa bir teatrda ştat cədvəli olur, orada müəyyən bir sayda adamlar olur da, aktyorlar, rejissorlar və ilax. Bizim teatrda belə ştat cədvəli deyilən bir şey yoxdur. Bilirəm, amma istifadə elədiyiniz tamaşalarınızda oynayanlar, mən bizim tamaşada tutaq ki, elə bir tamaşa olar ki, biz ora başqa bir aktyoru da dəvət eləyə bilərik. Ona görə bizim stabil belə bir heyətimiz yoxdur. Amma əlbəttə ki, əsas aktyor heyəti var, o da 7 nəfərdir. 7. İndi bu deyirsiniz, burada təxminən 10-dan çox aktyor olacaq. 22 nəfər. 22 nəfər. Hansı teatrlardan dəvət eləmisiniz? O bizim teatrımıza həvəs göstərən insanlardır. Çünki biz sadəcə olaraq o 7 nəfərlə işləmirik, həm də çalışırıq ki, gəncləri və getdikcə onları öz tamaşalarımıza daxil edirik. İndi bizim teatrda hətta heç bir teatr təhsili almayan gənclər belə çalışırlar və onlar müxtəlif rollar oynayırlar və indi tamaşaçılarının fikrini deyirəm, heç də onlar o cür görünmürlər ki, səhnədə sanki bunların təhsili yoxdur. Və o heyətdə bizdə bir xeyli aktyor heyəti var, ətrafımızda olan gənc istedadlı insanlar var və onların hamısını da cəlb eləyəcəyik və bu tamaşada iştirak eləyəcəklər. İndiyə qədər neçə festivalda olmusunuz? İndiyə qədər bir festivalda olmuşuq. Bu ikinci bizim belə bir səfərimiz olacaq. Amma indi adını deməyim, başqa bir ölkə var. O ölkə ilə də bu saat danışıqlar gedir. Biz orada inşallah ola bilər ki, may ayının əvvəlində əvvəlcə ora gedək, sonra Türkiyəyə gedək. Amma bu hələ danışıqlardır. Bir də bu il düşünürük ki, Respublikamızın hansısa bir bölgəsinə səfərə çıxaq, öz tamaşalarımızı orada da göstərək. Çünki artıq M-teatr təkcə Bakıda deyil, bütün Respublikada kifayət qədər də belə deyək, tanınır, adı hallanır. Ona görə düşünürük ki, o rayonda yaşayan, biraz uzaqda olan Bakıdan əhalinin bizə əli çatmır. Ona görə də biz onların yanına getməliyik. Getmək sizin bir işiniz asaddır ki, dekorasiyanız demək olar ki, elə bir boğçada apara bilirsiniz hamısını. Elə bir böyük texnika lazım deyil və dekorasiya lazım deyil. Yad qadının məktubu ilə biz keçən il festivala gedəndə balaca bir çanta götürmüşdük vəssalam. Bu belə səfəri gedəndə, indi getmək istəyəndə neçə günlük planlaşdırırsınız? Bir tamaşa ilə gedə bilərsiniz, bir dəfə oynamaqla kifayətlənirsiniz. Ya hansısa bölgəyə gedəndə qonşu rayonlar, məsələn, Zaqatala, Balakən, tutaq Qax yaxındır. Tutaq bu tərəfdə Şəki, Qax, Oğuz yaxındır. Bu tərəfdə Masallı, Lənkəran, Belası var, Lerik.
Bu cür planlaşdırırsınız ya bir rayonu nəzərdə tutursunuz? Əslində bu bizim ilk ölkə daxili səfərimiz olacaq. Ona görə bir yerə gedəcəyik və ondan sonra görünür ki, müəyyən bir təcrübə əldə eləsək, görsək ki, biz bunu eləyə bilərik. Bir də bizim üçün vacib olan hansısa bir məkan yox. Bizim teatrın spesifikasına uyğun bir məkanlar olanda, əlbəttə, onda bir neçə yerə də gedə bilərik. Tamaşalarınızın gördüklərimi də var, amma görmədiklərim barədə də söhbət eləmişik. Ya aktyorlarımızla, Aksana xanımla, Ziya ağa ilə söhbətlərimiz olub. Demək olar ki, hamısının vaxt baxımından və epizodlar, personajlar baxımından özünüzə uyğunlaşdırırsınız. Bu işi də eşitdiyimə görə əsasən siz özünüz görürsünüz. Və sizdən əlavə ədəbi hissə müdiri kimi funksiyasını icra edən və bu işdə səriştəli olan aktyorunuz varmı? Biz ona da çalışırıq, İlham müəllim, çalışırıq ki, ümumiyyətlə mən öz müəllimimlə, Allah rəhmət eləsin, Vaqif İbrahimoğlu'dan nəyi öyrəndim? O həmişə bizə deyirdi ki, siz yalnız aktyor olmalı deyilsiniz. Yəni, yeri gəlsə özünüz əsərdə yazmalısınız, yeri gəlsə özünüz rejissorluq da eləməlisiniz, yeri gəlsə musiqi də bəstəməlisiniz, rəssam da olmalısınız. Və görünür ki, onun bizə bax bu cür belə tələbkar yanaşması, uzun illər bizim ondan öyrəndiklərimiz indi bizə yardımcı olur. Amma bizim teatrda biz istəyirik ki, bu ənənəni, bu tendensiyanı da davam edək. Artıq bax indi adını çəkdiyiniz Aksana Rəsulova Stefan Zweig'in Amok novellasını səhnələşdiribdir. Bu saat biz o əsər üzərində çalışırıq, tamaşanı hazırlamaq istəyirik və özü də artıq İncəsənət Universitetində təhsil aldığına görə rejissorluq fakültəsində. Mən dərs demişəm. Siz də ona dərs deyirsiniz və həm də bir rejissor kimi ilk debütünü eləməyə hazırlaşır. İnşallah. Çalışkan qızdır, istedadlı qızdır, plastikası və s. Bir məsələ də deyim. Və bu repertuarı seçəndə dediniz ki, bir qayda olaraq tamaşaçılarımıza da müraciət edirik. Bilirəm ki, sizin hər tamaşadan sonra tamaşaçılar getmirlər və Vidadi Həsənov çıxır səhnəyə, bir hamıya söz verir, fikirlərini. Biz tamaşanı müzakirə edirik. Elə adamlar var ki, hətta yadımdadır, mən bir dəfə iştirak gördüm, adını da bilirsiniz, neçə dəfədir burada gəlir, amma hər dəfə də təzə söz deyir, təzə arzusunu bildirir. Bütün bunlardan əlavə ki, o deyirsiniz, bizə müraciət edirlər internetlə ya görüşlərimizdə və biz seçirik səs çoxluğu ilə kimi hansı müəllifə müraciət edir. Bundan əlavə aktyorlarımızın və Vidadi Həsənovun özünün təklifləri müzakirə olunurmu? Əlbəttə, onsuz mümkün deyil. Yəni, əvvəla çalışdığımız o, bizim indi gənclərimizin mütəmadi olaraq bir proqramı var. Bu könüllüdür, yəni belə məcburi şey. Nədir o proqram? Hər həftə bir əsər oxumaq, bir pyes oxumaq. Bir yerdə oxuyursunuz, təhqiq oxuyur. Hərə. Aha. Məsəl üçün, biri oxudu, sonra aydın məsələdir ki, oxuduğunu mütləq ətrafdakılara, yan yörəsindəkilərə danışacaq. O da başqası da oxuduğunu o birisinə danışacaq. Belə məlum olur ki, fikir mübadiləsi keçirir. Bir həftə ərzində biz bir neçə əsər oxumuş oluruq. Yəni, ən azından məlumatımız olur. Bu, həm aktyorların intellektual səviyyəsinin inkişafına çox kömək eləyir. Aktyor öz ölkəsinin vətəndaşıdır, ziyalısıdır, təhsilli olmalıdır, intellektual olmalıdır əlbəttə ki. İkinci bir tərəfdən də, tutaq ki, bizim eyni zamanda həm yeni yaranan ədəbiyyatımızla, həm klassik dramaturgiya ilə, həm də dünya ədəbiyyatı ilə biraz tanışdığımız tez baş verir, sürətli baş verir. Və ondan sonra əlbəttə elə təkliflər olur ki, gəlin bunu eləyək. Amma biz o əsərə bir də baxırıq, görək o bizim imkanlarımıza uyğun gəlirmi? Yəni, dünyada gözəl əsərlər, dəyərli ədəbiyyat materialları çoxdur. Amma onların hamısını səhnəyə gətirmək olmur da. Və yaxud biz gətirə bilmirik, deyək. Əlbəttə, bu barədə də söhbətlərimiz olur, danışırıq və çalışırıq ki, həm də elə
tematika tapaq ki, elə problematika tapaq ki, o bizim insanlar üçün maraqlı olsun. Yəni tutaq ki, filan əsər çox gözəl əsərdir. Amma oradakı mövzu, oradakı süjet, oradakı əhvalat bizim insanlar üçün maraqlı olmaya bilər. Amma ədəbi əsər kimi, bir roman kimi, bir piyes kimi o çox maraqlıdır. Biz həm də çalışırıq ki, öz tamaşaçılarımızın, öz kontingentimizin arzu və tələblərini təmin eləyək. Bax, bizim o müzakirələrimiz, İlham müəllim, tamaşadan sonraki müzakirələrimiz bizə çox böyük təcrübə verir. Ki, onlar hansı mövzu ilə maraqlanırlar, onlar üçün maraqlı olan hansı problemlərdir, sosial, ictimai, əxlaqi, mənəvi. Sonra biz də o əsərlərə müraciət edirik. Çalışırıq ki, o ədəbiyyatı, o ədəbi materialı səhnəyə gətirək ki, sonradan insanlar ona pul verib gəlsinlər. Çünki biz dövlət teatrı deyilik, dövlətdən bir qəpik maaş almırıq. Bizim yeni tamaşalar hazırlamağımızın və ayaqda durmamızın yeganə mənbəyi tamaşaçıların aldığı biletlərdir. Ona görə də biz, belə deyək də, birbaşa tamaşaçılarla işləyirik. Vidadi Həsənov müxtəlif filmlərə çəkilib, Akademi Milli Dram Teatrında da rol oynayıb və s. Ancaq yaradıcılığının möhtəşəm bir dövrü Yuğ teatrı ilə bağlıdır. Əlbəttə. Yuğ teatrında da mən demək olar bütün tamaşalara baxmışam. Nəyi demək istərdim? Nizami ilə, bir də Füzuli ilə bağlı silsilə tamaşalar hazırladınız. Özü qəribədir ki, özünüz hazırlayırdınız, zifaçılar, tək Vaqif İbrahimoğlu hazırlamırdı. Bir də Vidadi Həsənov Akademi Milli Dram Teatrında Dədə Qorqudun dastanının motivləri əsasında da bir əsər hazırladınız. Mən hazırlamadım. Onu Mikail Mikailov hazırladı. Bildim, hazırladı. amma siz təqdim etdiniz, bilirəm. Bəli, iştirak edirəm. Ona görə soruşmaq istəyirəm. Poetik teatrın estetikasına uyğun, o cümlədən bizim Dədə Qorqudun kitabı, dastanı kimi poetik nümunələrimizə M teatrının müraciət etmək imkanları mı var, ya yoxdur sizə manilik, ya hələlik o istiqamətdə işləməyi planlaşdırmırsınız, yaxud ümumiyyətlə bəlkə poetik teatr estetikasına müraciət eləmək istəmirsiniz? İlham müəllim, bir də təkrar kimi çıxmasın, sadəcə biz belə deyək də, biz hələ təzə yaranmış bir teatrıq. Bizim istəyimiz əvvəlcə ətrafımıza kifayət qədər tamaşaçı toplamaqdır. Varınız da maşallah, tamaşadan şikayət eləməyin, tamaşaçıdan şikayət eləməyin. Hətta mən sizə bir şey deyim, biz Heydər Əliyev sarayında Ovod tamaşasını oynayacağıq, aprel ayının 20-sində, uzun illərdən sonra bir Azərbaycan teatrı orada tamaşa göstərəcək. Biz arxa sıraları, çünki oradan biraz uzaqdandır görünüş, oraları bağlamışdıq, satışa çıxartmamışdıq. Amma belə oldu ki, bir həftə bundan əvvəl bütün yerlər satıldı və elə bizə zənglər gəlir ki, bəs yer istəyirik, dəvətnamə istəyirik, biletlə olsun, lap qabaq sıralar olsun, çox baha olsun, almaq istəyirik. Biz də artıq məcbur olduq, o arxa sıraları da açdıq. Və o arxa sıralardan da artıq çox az yer qalıbdı. Yəni səs eşidiləcəkmi? Eşidiləcək, problem deyil, orada texniki imkanlar var. Yəni əlbəttə tamaşaçı sarıdan o qədər də belə problemimiz yoxdur, amma biz istəyirik ki, yeni tamaşaçılar da teatrımıza ayaq açsınlar. Ona görə bizim görəcəyimiz iş ilk növbədə tamaşaçılarımızın arzusu və istəyidir. O ki qaldı sizin dediyiniz məsələ, əlbəttə adam könüldən o qədər şeylər keçir ki, istəyərsən eləyəsən. Amma bu yaxınlarda adını deməyəcəm, bizim Yuğ teatrının rejissorlarından biri mənə öz arzusunu bildirdi ki, biz Dədə Qorquda müraciət eləyək və Yuğ teatrının tamaşası kimi oradan bir boylardan birini hazırlayaq. Mən çox məmnuniyyətlə qəbul elədim bunu, çünki Akademi Milli Dram Teatrda İlahi Oyun adlı bir doğrudan da çox dəyərli bir tamaşa vardı. Tamaşaçılar onu elə mən onu nəzərdə tuturdum. Bəli, YouTube-da izləyə bilərlər, orada var. Və indi düşünürəm ki,
İnşallah Dədə Qorqud mövzusuna hələ M teatrda da müraciət eləyə bilməsək, Azərbaycan teatr olaraq fərqi nədir ki? Bu teatrların hamısı bizim üçün doğma əzizdir. Və Yox teatrı yenidən bu məsələyə qayıtmaq fikrindədir. Uğurlar arzulayıram. Çox sağ olun müəllim. Keçən ilin yay aylarında yadıma indi düşdü. Heç birinci dəfə söhbətlərimizdə bunu xatırlamamışdı. Bu internetdə oxudum ki, Vidadi Həsənov Hindistandan gəlmiş böyük bir yaradıcı qrupun burada çəkdiyi filmdə maraqlı rollardan birini ifa edir. Bu nəcər oldu və onlar bura gəldilər? Nətər oldu sizi dəvət elədilər? Bəlkə onlardan danışasınız. Əvvəldən planlaşdırılmışdı burada çəkilmək və bu mövzu nədir ümumiyyətlə? Ümumiyyətlə belə bir şey olacağını bilmirdim əlbəttə ki. Günlərin bu Hindistanlılar idi. Bir əhvalat düşünüblər öz filmləri üçün. Sonradan bildim ki, bu film Netflix üçün çəkilir və artıq orada da nümayiş olunur. Rus dilində, ingilis dilində, müxtəlif dillərdə. Əfsus ki, Azərbaycan dilində yoxdur. Amma biz filmdə Azərbaycan dilində danışırıq. Titrlər qoyurlar, subtitrlər qoyurlar. O filmdə təkcə mən çəkilməmişim. Bizim bir neçə Azərbaycandan bir neçə aktyor da çəkilib. Kimləri idi məsələn? Kazım Abdullayev çəkilib, Cavanşir Hadiyev çəkilib, indi yadıma düşdükcə Mətanət Eres çəkilib. İndi o birisilər də yadıma. Rövşən Kərimduq çəkilib. Rövşən maraqlı. İndi ola bilər ki, indi hamısı yadıma düşmür. Yox, elə kifayət qədər çəkilmisiniz. Əlbəttə, kifayət qədər Və nətər oldu sizi dəvət elədilər? Onlar bura gələndə aydın məsələdir ki, elə rollar var ki, süjet də belədir ki, bir Hindistanlı biznesmen öz həyat yoldaşı ilə Şəkiyə gəlir və burada onun həyat yoldaşını oğurlayırlar. Bax, həmən o Hindistanın belə süjetlərə marağı var. Bu belə deyək də, döyüş filmidir. Hindistanlıların o vur, dağıt filmlərindəndir. Hamı atır, qəhrəman ölmür, amma qəhrəman bir dəfə atan kimi hamı ölür. 120 dənə yumruğu başqaları vurur, qəhrəmana heç bir təsir eləmir, amma bir dənə vuran kimi hamı yıxılır. Bax, belə bir deyək də. Onların ənənəsidir də. Yaxşı ənənədir. Yaxşı ənənədir. Bizə gülməli gəlir bəzən. Amma İlham müəllim, səmimi deyim də, onlar elə gözəl bir iş qurublar ki, həm yaxşı pul qoyurlar, həm də yaxşı pul qazana bilirlər. Ona görə də onların kino industriyası bu saat çox məşhurdur. Dünyanın hər yerində baxırlar. Hətta bu filmi çəkən production özü İngiltərədə yerləşir. İngiltərədə yerləşir. Production çəkir deməli bunu. Yəni o kino kampaniya deyək də. Bildim də, bunlarda İngiltərədə yerləşir. Bunlar nə bilim o qədər sayda insanlar gəlib bu filmin çəkilişində iştirak edirdilər. Hindistan Hollywooddan çox film çəkir. Bəli, bəli. Və Azərbaycandan olan aktyorları da əvvəlcə bir kast elədilər, ora dəvət elədilər və sonra da bax bu adını sadaladığım aktyorlar da o filmdə çəkildilər. Əlbəttə bu çox gözəl bir təcrübə idi, çox maraqlı bir təcrübə idi. Münasibətimiz nətər idi? Bir də Vidadi hələ çəkilişə studiyaya daxil olmamışdan onlardan çox maraqlı iş strukturunu danışdın mənim üçün biraz ötəri. Bəlkə bunu biraz açıqlayasan, necə çəkirdilər, necə yanaşırdılar sizə? Tək sizə yox, ümumiyyətlə yaradıcı heyətə, aktyorlara bu münasibət, çəkiliş necə təşkil olunur? Çünki bəzən görürsən, qabaq Azərbaycan filmdə də dəbiydi. Saat 12-də çəkiliş elan olunurdu. 3-də, 4-də qədər hazırlıq və s. Bunlar da nətərdir? Yox, bunlar bu sistemi elə qruplar ki, İlham müəllim, çox keyfiyyətli və çox tez işləməyi bacarırlar. Neçə kamera ilə işləyirlər? Mənim gördüyüm, mənim olduğum səhnələrdə 3 kamera idi. Amma kameralar da hansı kameralar da deyirəm. Söz yox. Amma paralel üçü də işləyir də. Hamısı. Hər kameranın yanında bir 6-7 nəfər işçi var idi. Nə mənada? Nə qarırlar? Köməkçisi, təmizləyəni, nə bilim nə, belə. Bilirsiniz, çəkiliş meydançasında o qədər insan olur ki. Təsəvvür edin də hər aktyorun yanında 3 nəfər. Neyini rollar? Grimyor, grimçisi, telefonunu saxlayan, çayını, suyunu gətirən. Adam elə bil gedir başqa bir dünya düşür də. Misal üçün,
Biz çəkiliş meydançasına gedirik, deyirlər ki, çəkilirsən, gəlirsən desəm bir dənə stul olsaydı. Hə, orada ağacın kölgəsində dayanın. İndi mən özüm üçün demirəm. Hə. Amma bunlar karavan deyirlər də, belə aktyorların dincəlməsi üçün otaq, təkərli otaq. Girirsən içəriyə, şəraitə baxırsan, elə bilirsən Oradan ki, gətirmişdilər onların. yox, buradan. Hətta təsəvvür edin də, baş rolun ifaçısına, onların mənə verdikləri karavanda, mənim olduğum baş rolun ifaçısına veriblər, onu bəyənməyib. Gürcüstandan onun üçün ayrıca karavan gətirmişdilər. Belə yanaşırlar. Nədir o karavan bəyənmək nədən ibarətdir orada? Deyim də, mən qapını açıb içəri girdim, gözlərimə inanmadım. O böyük bir maşındır da, belə üstörtülü kabinadır. Bir tərəfdə sənin qonaq otağındır. Divanlar və stol. Sən orada yanıma gələn insanları qəbul edirsən. Rejissor gəlib orada səninlə oturur. Neçə nəfəri qəbul işləyə edə bilər. bilərsən bir dəfədə məsələn? Bir 3-4 adam 5 olur. nəfər. Ha. 5 nəfər. 2 dənə divandır da belə o tərəfdə, bu tərəfdə. Həmin o vaqonun ikinci hissəsi yataqdır. 2 nəfərlik belə yataqdır ayrıca. Duşu. Gecə də Qazı. yata bilərsiniz orada. Əlbəttə, niyə yatmırsan ki? Hər şeyi var da, hər şey. İçəridə yaşamaq üçün orada hər şey var. Qaz plitəsi filanı, kondisioneri, istiliyi. Yəni mən o karavanı şəklini çəkib bir xeyli özümlə gəzdirdim. Ki kimsə məni indi özümüzünkilərdə film dəvət eləyəndə deyim ki, belə şey olmasa gəlməyəcəm. Sonra gördüm ki, onlar elə bunu doğrudan da zarafat kimi anlayacaqlar. Daha sonra sildim onu. Hə. Ondan sonra bir Azərbaycan filmində də çəkildim. Öz sənətçi dostlarımızın çəkildiyi film. Yenə bütün belə deyək də təəssüratım dağıldı, getdi. Bəs ümumiyyətlə filmin süjeti nədən ibarətdir, ideya nədən ibarətdir və çəkiliş günü, neçə çəkiliş günü oldu sizdə? Onlarda belədir də. Məsəl üçün elə çəkiliş günü olurdu ki, 2 dəfə məndə belə deyək də əlavə saatlar oldu. 4 saat bir dəfə çəkildim, 2 saat bir dəfə çəkildim. İndi biz elə şey görməmişik axı. Bir də gördüm, həmin o 4 saatın və 2 saatın pulunu qutaran kimi gətirdilər, verdilər sənə. Elə həmin gün. Bəli, elə həmin gün sənə gətirib verirlər ki, siz əlavə olduğu üçün, hə? Bəli, əlavə işləmisiniz. Da nə deyim İlham müəllim? Adam pulu nə ilə verirlərsə? Manatla. Manatla. Bəli, manatla verir. Bu maraqlıdır hər halda. İndi bir xəbər də eşitdim ki, sizin aktrisanı, bayaq dediyim mənim də tələbəm, Aksana Rəsulova da onun soyadı. Bəli, Aksana Rəsulova. Pakistana dəvət alıb. Dünən biz onu yola saldıq. Pakistana yola saldıq, Təyyarə limanından. O da deməli bu hadisə necə baş verdi? Pakistanlı bir rejissor təsadüfən bizim bir tamaşaya gəldi. Yad qadının məktubu tamaşası. Tamaşa bitdi. Yenə hamı danışır, bu yenə oturub, bu da ingiliscə nələrsə dedi. Mən başa düşmədim. Sonra sabahsı gün yenə gəldi teatra. Oturduq, söhbət elədik. Söhbət tərcüməçisi var idi. Yox, indi Ziya da, Aksana da ingiliscə çox yaxşı danışırlar. Və bu da biləndə ki, Aksana xanım hələ urdu dilində də, hind dilində də çox yaxşı danışır. Orada bir söhbət oldu ki, mən gələcəkdə bir film çəkmək istəyirəm, sizi dəvət eləyərəm. O danışıqlar getdi elədi və nəhayət dünənləri biz Aksana xanımı Pakistana yola saldıq. O orada tam metrajlı bir filmdir. O da çox belə dəyərli bir filmdir, yəni o mədəniyyət üçün. Və o filmdə əsas rollardan birini də M teatrın, mənim teatrın aktrisası Aksana xanım Rəsulova oynayacaq. Bu yaxın vaxtlarda dediniz ki, Heydər Əliyev sarayında tamaşanız olacaq, Aksana da oynayır. Bəli. Bəs bu əsas rollardan biri bu bir həftə uzağı 10 gün ərzində hamısının çəkiliş sona çata bilərmi? Biz bütün məsələlərimizi artıq həll eləmişik. Sadəcə bizim Heydər Əliyev sarayında... Sizin məsələni demirəm, orada yəni çatdırarlarmı onlar? Bəli, inşallah ayın 15-də qayıdıb gələcəkdir. Onlar bizi kimi işləmirlər ki, onlar çox operativ işləyirlər.
Çox operativ işləyirlər. Bir gündə ola bilər bir neçə səhnə çəksin. Əlbəttə elədir də. Elədir. Axı mən eşitdiyimə görə Aksanada indi çox danışmadan da sizlə söhbətlərimdə deyirdiniz ki, bu neçə il Hindistanda olub, hətta Hind rəqsində birinci yerə çıxıb Hindistanda. Bu bəlkə bu barədə biraz danışasınız. Aksana Rəsulova ümumiyyətlə Hindistanda aktyorluq dərsi alıb. Aktyorluq Nətər qeyib tədrisi keçib. İnsanın uşaqlıqdan həvəsi olub. Özü öz gücünə, filmlərlə və ilaxıra Hind dilini öyrənib, Urdu dilini öyrənib. Hind rəqslərinin yaxşı ifaçısı olub. Və orada keçirilən müsabiqəyə dəvət alıb və gedib indi təsəvvür eləyin də Hindistanlı nə qədər rəqqasələr var, Hind rəqsləri oynayır, amma buna baxmayaraq oynamaq onların qanundadır. Bəli, Aksana Rəsulova o müsabiqədə birinci yeri tutub. Və 5 il də orada qalıb. Orada seriallara çəkilib. Yəni aktrisa kimi də işləyib. Sadəcə Bakıya qayıdandan sonra bir neçə cəhd eləyib. Hətta dövlət teatrlarına belə cəhd eləyib ki, o işləsin. Amma əfsus ki, alınmayıb müxtəlif səbəblərdən. Və nəhayət bir gün M teatra gəldi və səhnədə iştirak eləməyi arzusunu bildirdi. Mən də həmən belə əsəri götürdüm, verdim, dedim, başladıq. Və onda biz Franz Kafkanın və bizim bir gənc yazarımız var. Onun əsərlərindən ibarət bir Kompozisiya eləmişdim, bəli. Və Aksana xanım, tamaşanın adı İnstinkt idi. Ziya Ağa ilə ikisi oynayırdılar. Və o tamaşada debüt elədi. İndi Aksana xanım bizim teatrın aparıcı aktrisasıdır. Müxtəlif rollar oynayır. Detektiv filmlərdə adətən maşın partlayır, dağılır, bu da gəlib öz həyat yoldaşını xilas eləməyə və s. Bu o cür çəkilişlər nə cür gedirdi? Sizə qurama səhnələri idi, ya elə təbii səhnələri idi? Yox, doğrusu. Mən çəkiliş zamanı şahid oldum ki, bunlar o Hammer maşını deyim də çox baha bir maşın. Onu aşırtdılar, o açdı, kaskadyorlar eləyirdilər onu. Yəni çox müxtəlif mürəkkəb səhnələr vardı. Hətta o mənim evim dediyim otaqda bir epizod var ki, indi bu Hind filmidir də. Aktyor divara belə dırmaşır, orada tüfəng var və bir də patrondaş var da. Həm tüfəngi götürür, həm patrondaşdan bir patron götürür. Yerə düşən kimi onu tüfəngə taxıb atırdı. Bax, o trükü eləmək üçün bunlar özləri ilə nə bilim, neçə kilolarla ağırlığında bir dəmir konstruksiya gətirmişdilər. Və onların o trükları çəkiləndə, o döyüş səhnələri çəkiləndə rejissor götürür, oturur bir qıraqda. Onun üçün məxsus adam var, ona master deyirlər. Onlar elə deyirdilər. O səhnələr ancaq o master çəkir və o səhnələrə görə o cavab deyir. O və operator. O deyəndə ki, çəkildi, çəkildi. Rejissor isə ancaq monitorda izləyirdi. Amma ola bilərmi ki, bəzi trükləri aktyor özü eləsin? Vallahi indi orada belə xırda-para döyüş yerləri var. Onda elə çəkirlər ki, güya sən vurursan, o səni vurur da, belə yerlər də var idi. Əlbəttə o xırda şeyləri bizim də aktyorlar eləyir, onlar da eləyirlər. Yəni o belə mürəkkəb deyil. Amma sırf o deyək də kaskadyor işi tələb edən trükləri əlbəttə ki, aktyorun eləməli də risklidir. Çünki aktyor travma ala bilər, zədə ala bilər, çəkilişlər dayana bilər. Ona görə onlar elə risklər eləmir. Vidadi Həsənovun ifa elədiyi obraz Hind obrazı idi, ya Azərbaycanlı idi? Yox, Azərbaycanlı idi, adım Ömər idi. Ömər, xarakterin, işin nə idi? Sən xarakterim mən də nə işin sahibi idin, yəni belə? İşimin adı yox idi. Təxminən də bilinsin, deyirsən, təmtəraqlı otaq düzəltmişlər. Bu da həmən o Hindistanlı biznesmenin həyat yoldaşını oğurlayanlardan, əsas adamlardan biri idi. Əsas adamlardan. Axırda heç nə, axırda o hamımızı qırdı, çatdı, əl qolumuzu bağladı, özü də həyat yoldaşını xilas elədi və çıxdı, getdi. Hind filmlərinin süjeti o qədər mürəkkəb, o qədər qəliz, o qədər belə dolaşıq olmur. İnsanlar sadə bir əhvalata baxmaq istəyirlər. Onlar da bunu çox yaxşı bilirlər. Bu sadə əhvalatı insanlara verirlər. Sadəcə bunu çox öz
belə deyək də, öz düşüncələrinə, öz mədəniyyətlərinə uyğun eləyirlər. Rəqs də var, gözəl səhnələr var, yaxşı paltarlar var, yaxşı trüklər var. Çox baxımlı. İnsan məsəl üçün ona pul verib gedib baxan adam heyfslənmir. Gəl mən getdim buna pul verdim, baxdım. Geyimləriniz nə cür idi? Onlar alırdı ya elə öz geyiminizlə Yox, öz çəkilirdi? geyimimizdə niyə ki? Apardılar bizi. Mənim paltarlarımı Gənclik Molda getdik, oradan seçdilər, aldılar, mən də geyindim. Bir libasla çəkilmişsiniz ya bir neçə? Bir. Vidad Həsənovun gözəl qələmi var. Həm publisist qələm var, həm bədii qələm var, həm emosional qələm var, həm piyes, romanı, poemanı, hekayəni, povest, səhnələşdirmək vərdişi, səriştəsi var. Bəlkə sənətdə keçən yollar seriyasında bir xatirələr kitabı da yazasınız. Memuar. Memuar, indi memuar deyək belə. İndi bəlkə memuar olmayacaq, tamaşaçımla söhbət olacaq. Bəlkə mənim Vidad Həsənovun məni yox özü və belə bir adla. İlham, onların hamısını pensiya çıxandan sonra eləmək fikrim var. Pensiya çıxandan ötürü mən pensiya yaşındayım və pensiya alıram. Amma buna baxmayaraq hələ özümü o yaşda hiss eləmirəm. Yox, o bəhanədir. Hə, səhərdən axşama kimi ona görə enerji var. Mən də deyirəm indidən başladı. Demirəm səhərdən axşama kimi o qədər iş güc var ki, inanın da. Hə, heç oturub nə iləsə məşğul olmağa vaxt yoxdur. Onu bilirsiniz, həmişə düşünmüşəm. Çünki mənim deyəcəyim, bölüşəcəyim çox şeylər var. İldə neçə gün var Vidad bəy? 365-66. 65-66 günü çıxdım qırağa. Neçə gün qaldı? 300. 300-ə gündə bir vərəq, kompüter vərəqəsində yazsanız o kitabda 2-3 vərəq olur. Neçə vərəq eləyir? 300 eləyir. Allah sizin də canınızı sağ eləsin. Bizim universitetdə Fikrət Sultanov var. Çox gözəl də rejissordur, gözəl pedaqoqdur. Bəli. Həm də çox yaxın münasibətimiz var. İllərdir mənə harda görür, nə vaxt görür, deyir ki, sən dosent oldun, deyirəm yox. Dosentlik də belədir, 5 il keçirsən, 5 ildən sonra çıxırsan, sonra təzədən seçilirsən. Hə. Niyə görə? Çünki ora bir yazı yazıb verməlisən, vaxtı nədir, o təsdiq eləməlidir. Sən də professorumuz, deyirəm ki, mənim onu eləməyə vaxtım yoxdur da, fikir etməlim. İlham mənim, doğrudan mənim, indi səmimi deyim də, mən o qədər belə səhər 7-də evdən çıxıb, gecə saat 12-də, 1-də evə çatan adam. Mənim bütün günü işim daim fəaliyyətdə olmaqdır. Və bunun içərisində imkan tapıb oturan kimi, az qala adamı yox aparsın. Yəni, bax, belədir fəaliyyət. Amma düşünürəm ki, inşallah da, indi həmişə mən belə fəal qalmayacam axı. İnsandıq da, yavaş-yavaş. Birbaşa yazma, hər gün, məsələn, bax, dünən deyirsən ki, getdik, şəkildə də gördüm, Ziya Ağa və Vidad Həsənov Oksana Rəsulovanı hava limanından yola saldı. Bəli. Bunun özün bir yarım səhifə günün tarixi ilə yaz at ora. Nə var burada? Mən indi ssenaridir də, tutaq ki. Senari deyil, bu adi gündəlik kimi. Sonra bunları cəmləşdirərsən də. Sonra mənə deyir ki, yaz da burada nə var ki? Deyirəm, mən elə eləyə bilmirəm. Misal üçün, mən indi yazmaq istəyirəm, amma mən bir ssenari yazmışam. İndi inşallah görək nə olur. Güya ki, bir gənc rejissor onu çəkməlidir. Nazirliyə təqdim edilib, orada da güya bəyənilibdir. Misal üçün, mən nə edirdim? Səhər-səhər 7-də artıq mən olurdum teatrda. 5-də dururdum, 7-də teatrda olurdum. Və iş başlayana qədər mən yazırdım. Ondan sonra iş başlayırdı, mən onu qoyurdum qırağa da. Mən onunla məşğul ola bilmirdim. İndi bax, belədir. Məndə hər bir xasiyyəti var da. Yox, mən oturanmasam bir epizodu yazmaq. Və məsələn, bu gün gəldin, mənlə söhbət elədim. 5-6 cümlə yaz, amma tarixin altından qoy ki, sonra sənin yadına düşsün. Sonra bunlar hamısı sənin xatirəndə olacaq. Hər halda bəhanən düzdür, biraz inandırıcıdır, amma bu bəhanəni mənim əlimdən almaq lazımdır. Almaq lazımdır, inşallah. Mən də sizin bu məsləhətinizə görə təşəkkür edirəm. Və mən söz verirəm, hissə-hissə yazdıqca mən redaktə eləyəcəm.
Mən də sizə qabaqcadan təşəkkür edirəm. Onda mən də inanıram ki, mənə nə vaxtsa bir ay ərzində Yox, yavaş-yavaş bir ay yox, bir ay. hamısını yox, nəsə bir-iki şey verəsiniz. İnşallah. İnşallah. Ayrı bir deyilə sözünüz var mı Vidadi bəy? İlham müəllim, mən bu televiziyada ikinci dəfədir oluram. İkinci dəfədir sizlə bax belə səmimi, hər tərəfli danışırıq, teatr haqqında məlumat veririk. Bax bizə göstərdiyiniz bu diqqətə görə, bilirsiniz, əfsuslar olsun ki, hələ ki Bakıda özəl teatrlarımızın sayı çox deyil. Bu doğrudan bir tərəfdən təəssüf doğuran bir hadisədir. Əslində müstəqil teatrların olmağı bizim dövlət teatrlarından inkişafına bir təkan olar. Bilirsiniz, gənc insanlardır, bitirirlər institutu, özlərini realizə eləməyə yer tapmırlar, hərəsi bir tərəfə dağılır. Belə teatrların sayı çox olsa, biz istedadlı kadrları qoruyub saxlaya bilərik. Onları böyük teatrlar üçün yetişdirə bilərik. Və o gənclər belə xırda teatrlarda, balaca teatrlarda özlərinin təcrübəsini artırarlar. Öz peşələrinə daha mükəmməl yiyələnərlər. Və bu bizim teatrlarımız üçün, kinomuz üçün bir qənimət olar. Bilirsiniz? Əfsuslar olsun ki, hələ ki bir dənə belə bir teatr var. Öz yeri, yurdu, yuvası olan, mütəmadi tamaşalar göstərən teatr, M-teatr mənim teatrımdır. Və sizin də bu teatra, bizlərə olan bu diqqətiniz doğrudan adamı təsirləndirir, duyğulandırır. Buna görə mən sizə təşəkkür edirəm. Mən TV1 televiziyasına təşəkkür edirəm. Hətta indi qoy bunu da burada deyək, tamaşaçılar üçün sirri olmasın. Hətta televiziyanın rəhbərliyi çalışır ki, bizim tamaşalardan birini lentə alsın, yəni çəksin, onu sonra Sınaq üçün birini, sonra yaxşı öz tamaşaçılarına göstərsin. Bax, bütün bunlar hamısı nədir? Bunların hamısı çox insanı ruhlandırır, insana şövq verir, həvəsləndirir. Bax, belə şeylərdən sonra gedirsən, sən də biraz da gəncləşirsən və biraz da daha çox işləmək istəyirsən və yazmağa vaxt qalmır. Yox, bəhanə eləmək, yazmağa həmişə vaxt var. Danışdıq axı o barədə. Və buna görə də İlham müəllim, mən sizə təşəkkür edirəm, televiziyaya təşəkkür edirəm. Sağ ol, mən də təşəkkür edirəm ki, çağırışımı bu dar macalda vaxt tapıb gəldin. Təşəkkür edirəm. İnşallah Aksan oradan uğurla gələr, siz də Heydər Əliyev sarayında uğurla bu sınağı ilk debüt deyək də, debütünüzdür sizin böyük səhnədə. O da uğurlu olar inşallah. Əziz tamaşaçılar, bununla da ikilikdə söhbətimiz başa çatdı. Gecikənlər üçün xatırladım ki, bəlkə verilişimizə baxanlar kimsə yarıdan gəlib. Bugün həm söhbətim Azərbaycan Respublikasının xalq artisti, yox teatrının aktyoru, mən yəni M teatr deyil, onun rəhbəri, yaradıcısı və aparıcı aktyorlarından biri, Mədəniyyət və İncəsənət Universitetinin məşhur pedaqoqu Vidadi Həsənov idi. Sağ olun, növbəti görüşlərə dək.